Hər şey qoyaq bir kənara, bütün kənar fikirləri və sənin özünlə əlaqədar. Gəl baxaq. Bu videonu izləyən kimdir, hazırda hansı enerjidədir və kartların ona məsləhəti nədir? Sadəcə bu. Gəl baxaq bu videonu kimlər izləyir, necə bir insanlardır bu videonu izləyən. Bu videonu izləyənlər hal-hazırda 7 vaxtdır ki, 7 gün, 7 həftə və ya 7-ci aydan bu yanadır, 7 ayda ola bilər ki, həyatında qarışıq məsələlərlə əlaqədar mübarizələr aparan və qalib bir insandır. Bunu izləyənlər, belə deyim də, qaliblərdir bu dəqiqə. Hətta sən özün bilməsən də sənin özündə elə bir enerji var, elə bir güc var ki, mən sənə bir şey deyim, işinlə əlaqədar əlvi hansı işə atırsansa, həqiqətən inamla bu işlə məşğul olsan, uğur qazana bilərsən. Məsələn, hansı məsələyə əl atsan, hansı arzunun üzərində düşünsən, inamın olsa, bunu əldə edə biləcək bir insandır. Çünki burada 4 ünsürün birləşməyi var. Burada hava var, su var, torpaq var. Belə deyim də, alov çıxmadı, alov ünsürü də varmı? Daha çox hava, torpaq və su ünsürü olan insanlar var. Xarakter olaraq, belə deyim də, qətiyyətli, tələskən, amma bir o qədər də stabil bir insanlar bunu izləyirlər və mən sənə bir şey deyim, yenə burada həyatının bir çox dönəmlərində bir çox zərbələr almısan. Burada ailə ilə əlaqədar zərbə alanlar var, münasibətlə əlaqədar zərbələr alanlar var. Bəli, alov ünsürü də var. 4 ünsürü birləşdirən bir xarakterin var sənin. Yəni, hərə ilə öz dilini tapan, hərə ilə öz dilində danışa bilən bir insan, amma özü olmaqdan vaz keçməyən bir insan var burada. Gəl baxaq. Kartlar bu insan haqqında fikri nədir yəni? Bu insan, kartların bu insan haqqında fikri nədir? Kartlar deyəndə qüvvələrində. Mən sənə bir şey deyim, sənə hansısa bir enerji mi gəlir? Bunu daha çox ola bilsin ki, nə bilim, tarologlar, 6-cı hissləri güclü olanlar da var burada. Sənə gələn enerjini, sənə gələn məlumatları qulaq asmırsan, intuisiyana qulaq asmırsan, kartlar sənin səhvinin nədə olduğunu deyir. Sənə anında hiss gəlir, hansısa bir hiss gəlir və sən qulaq asmaq istəmirsən. Belə bir şey var. Məsələn, evdən çıxanda tutaq ki, fikirləşirsən ki, hava günəşlidir. Məsələn deyirəm, yəni ümumi həyatı bir misal çəkirəm. Fikrində qalır ki, zontik götürəsən öz aləmində. Fikirləşirsən ki, neynirəm zontik, gün çıxırsan, birdən-birə anidən yağış yağır. Yəni bu odur ki, intuisiyandır, amma intuisiyanı dinləməyən bir insansan. İnsanlarla əlaqədar da, fikirlərlə əlaqədar. Hazırda intuisiyan sənə nəsə deyir, ona qulaq asmaq istəmirsən. Öz duyğularını, belə deyim də, daha, belə deyim, özünün istəmirsən bunları düşünmək. İntuisiyanı dinləmirsən, insanları dinləməyə daha çox seçirsən. Sənin səhvin buradadır. Öz intuisiyana qulaq assan, çox böyük bir zirvələri fəth eləyə bilərsən. Bunu sənə demək istəyir. Gəl baxaq. Xəbərdarlıq varmı bu insana? Bu videonu izləyən insana xəbərdarlıq varmı? Birinci, burada sənin, belə deyim də, harada səhv elədiyini deyir ki, intuisiyana qulaq asmırsan. Yəni, intuisiyan həqiqətdir, amma ona qulaq asmırsan. İnsanlarla əlaqədar ilk olaraq tutaq ki, kimləsə tanış olanda, yeni bir tanışlıqda ürəyində deyirsən ki, bundan nəsə negativ gəlir. Amma insan o qədər belə səmimi, cana yaxın danışır ki, anidən intuisiyanı söndürürsən ki, yox, bu mənə neyə bilər ki, gör necə səmimi insandır. Yəni, məntiqi üstünləşdirirsən də. Onda səhv edirsən, bunu deyir. Bu videonu izləyən insana nə xəbərdarlıq vermək istəyirsən? Nə xəbərdarlıq vermək istəyirsən? Xəbərdarlıq odur ki, sən qalibsən. İş yolunda sənə yüksəliş var, sənə maddi yüksəliş gəlir. Uzun bir zamandır maddiyyatla əlaqədar hansısa bir sıxıntın olubdur, hansısa bir problemin olubdur. Ola bilsin ki, ətrafında olan insanlarmı və yaxud da ki, kimlərsə səni elə bil ki, yeyib bitirmək istəyən insanlar olub ətrafında. Sən təmizləsən belə, ətrafını təmizləsən belə, tutaq ki, kimdənsə negativ hiss eləmirsən, uzaqlaşdırmırsan, amma kənardan da səni yeyib bitirən insanlar olubdur. Onların səndən, belə deyim də, bəzilərinizdə baruzu oğurluğu olubdur, bəzilərinizdə qismət oğurluğu olubdur və bu da sizin uzun zaman sizin həyatınızda baş verə biləcək yüksəlişlərin, xoşbəxtliyin qarşısını alan bir
dönəm olubdu. Bu dönəm artıq bitir demək istəyir sənə kartlar. Çünki ya hansısa bir ritual eləmisən, ya hansısa meditasiya, ya artıq oyanmısan, oyanmış bir ruhsan, özünü dərk etmisən, hər şeyi dərk etmisən və bütün sıxıntıların bitir. Bunu sənə demək istəyir kartlar ki, uğursuzluqlar, bütün sıxıntılar, qismət oğurluğu, hər bir şey bitir və artıq sənə dostatok gəlir, ruzu bərəkət gəlir, uğur şans gəlir və çomağı əlinə alıb, tutaq ki, lapatkanı əlinə alıb torpaq əkə bilərsən. Məsələn deyirəm, həyatında hansısa bir istədiyin bir toxumu əkə bilərsən, istədiyin nə istəyirsənsə həyatında onu eləyə bilərsən. Sənin yolların açıqdır. Bunu sənə deyir kartlar və daha çox maddiyyatla əlaqədar. Nə qədər maddiyyat kartları gəldi. Maddiyyat yolların açılır. İşində haqsızlıq görmüşdünsə, o haqsızlıq sona gəlir. Vəzifə yüksəlişi var. Öz işindirsə, öz işində maddiyyat yolunun açılmağı var, yüksəliş var. Sırf sənə hazırda daha çox narahat eləyən durum var. Maddiyyatla əlaqədar və maddi yüksəliş gəlir sənə. Kartlar sənə onu deyir ki, maddiyyat yolun açılır, pul kanalın açılır və anidən risk deyil də stabil, bəlkə də indi hiss eləmirsən, dama göl olar deyir. Sənin maddiyyat yolunda da elədir. Dama axır ki, göl olacaq və sən həyatında maddiyyatla əlaqədar istədiyin zirvəyə çatacaqsan. İstədiyin, belə deyim də, xəyallarını gerçəkləşdirəcəksən. Tutaq ki, karyera ilə əlaqədar hansısa bir xəyalın varsa, o xəyalını yaşayaraq olaraq özünü tapacaqsan. İşinlə əlaqədar hər nədirsə, səni yüksəliş gözləyir. Artıq sıxıntıların dövrü bitdi. Bunu demək istəyir kartlar. Aldım, qəbul edilməyəz. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.